Hər bir vaxtınız xeyir olsun değerli izleyicilerim. Xoş gördük herkesi. Bugün sizləri Şüvalan Gülçülük dediğimiz ərazidən salamlayıram. Daimi yaşaya biləcəyiniz bir yerdədir. Yola yaxın, markete yaxın ev axtaranlar bu videoya sona qədər baxın. Qiymət 570 min manat start deyirəm. Məncə bu imarəti almağa dəyər. 400 kvadratlıq bir sahəsi var. Gəlin indi yavaş-yavaş sizi həyəti ilə tanış eləyim. Həyətində gördüğünüz kimi 8 metr uzunluğunda, 4 metr enində, 1.60 dərinliyində hovuzu. Maşallah ev sahibi gülçiçək sevəndir deyə. Həyətdə hara baxırsan gülçiçəkdir, ağacdır. Məncə gülləri hamı sevir. Burada da kifayət qədər var, hətta deyərdim artıqlaması ilə var. Besetkası qış aylarında da rahatlıqla əyləşə biləcəyiniz. Besetkası özünün sanitar qovşağı, video çox uzanmasın deyə sizlərə qısa təqdim edəcəm. Burada da iki maşın saxlaya biləcəyiniz garajı, üstü bağlı və küçəsi çox genişdir, tupik məhəllədir. Bir 50 dənə qonağınız da gəlsə 50 maşınlıq yeri var, rahatlıqla saxlaya bilərsiniz. Gedək indi sizlərə evin daxilini də tanış eləyim. Evin üzü gördüğünüz kimi kabançıq daşlar dediğimiz, İran daşı dediğimiz daşlardan üstlənilib, yan tərəfləri aglaynandı. Ya Allah, daxil oluruq evimizə. Daxil olanda evə bax belə geniş bir hol bizi qarşılayır. Baş tərəfdə pilləkənini görürsüz. Burada 60 kvadratlıq zalını görürsüz. Tavanın hündürlüyü 3.30'dur. Allah hər birimizə belə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Bütün Azərbaycan xalqına bax belə gözəl evlərdə yaşamağı arzulayıram. Qapıları qəşəng maraqlı qapıları var. Xoşuma gəldi. Bu arada burada mətbəx mebeli. Demək olar ki, evdən istifadə eləmirlər. Ev sahibi xaricdə yaşayır. Arada bir gəlir gedir. Burada da 2 dənə kombisi, paltar yuyan çamaşırxanası. Burada geniş bir dənə. Oy maşına buydu da bu. Bu buydu hamam olar. Yuxarıda da 4 yataq otağı var. Bir də terası var. Teras deyirəm. Nə deyirdi ona? Mansardı var. Getdi indi yuxarı ilə də sizi tanış edeyim. Gəldi ikinci mərtəbəyə. İkinci mərtəbədə 4 dənə yataq otağı var. Gəlin bir tanış olaq. Burada birinci yataq otağı. Nə qəşəng mebeldir bu. Burada ikinci yataq otağı. Üçüncü yataq otağı. Dördüncü yataq otağı, özünün sanitar qovşağı. Və evin ikinci mərtəbənin ümumi sanitar qovşağı. Getdik mansarda. Başlamışıq. Sizlərə bir sir də açıqlayayım da. Bax bu gördüyünüz 570 min manatlıq ev əşyaları ilə birlikdə satılır. Bəzi şəxsi əşyalar götürüləcək. Ev halal xoşunuz olsun. Doya-doya oturun, türklərin sözü olmasın. Özünüzdən müğayyət olun. Canınız sağ, ruzunuz bol olsun. Like qoymağı unutmayın. Kanalımıza abunə olun. Hələlik.